Salam gözəl insanlar. Bugün sizə bir atalar sözü ilə bağlı fikrimi çatdırmaq istəyirəm. Və belə bir atalar sözümüz var. Dovşana deyirlər qaç, tazıya deyirlər tut. Mən həmişə dovşanı fikirləşmişəm. Yəni dovşana yazığım gəlib. Balaca bir heyvan, incə bir heyvan qaçır, tazı isə onu yaxalamağa, tutmağa çalışır. Yenə də deyirəm, həmişə dovşana yazığım gəlirdi ki, görəsən onu tazı tutub sahibinə apara bildi mi? İllər, dövrlər, yaş keçdi və indi fikrim dəyişib. İndi mənim yazığım dovşana yox, tazıya gəlir. Bilirsiniz niyə? Mən belə düşünürəm ki, dovşan qaçıb canını qurtarıb. Dovşan çoxdan tazının əlindən qaçdı. Çünki dovşan həm balacadır, həm çevikdir. Yeri gəlsə tazıdan sürətli olur bəzən. Tullanma qabiliyyətinə görə. Və ona görə deyirəm ki, dovşan qaçıb canını qurtardı. Ancaq tazı tazılığından əl çəkə bilmədi. Ona görə tazıya yazığım gəlir ki, tazı hələ də tazılıq edir. Tazı həmişə tut, mənə gətir dovşanı. Bax, həmişə bunu icra edir. Ona görə yazığım gəlir ki, o tazıya. Tazı tazılığından əl çəkmək istəmir. Heç istəyi də yoxdur. Bax, ona görə yazığım gəlir o tazıya. Sizin fikirləriniz maraqlıdır mənim üçün. Bax, bu atalar sözündə sizin dovşana yazığınız gəlir, yoxsa tazıya. Fikirlərinizi şərh bölməsində qeyd edə bilərsiniz. Gəlin bunu müzakirə edək. Yenə də deyirəm. Dovşana yazığın gəlir. Niyə? Tazıya yazığın gəlir. Yenə də niyə? Növbəti paylaşımlara dək hələlik.